Okey, biznes portfolyo daxil olanda bizi ümumi belə bir dashboard qarşılayır. Hansı ki TikTok Business Center'ın dashboardı bu cürdür. Və biz burada baxa bilərik. Peytlərə, orqanik nəticələrə, postlara, kreativ library-yə, users, accounts və s. Elə düşünün ki, bir növ metodakı o biznes portfolyonun settings hissəsidir. Daxil oluram, bizə lazım olan, yəni ilk təzə-təzə başlayırsınızsa, sizə lazım olan əsas funksiyalardan biri bu management hissəsində users'dır. Users hissəsində siz kiməsə accesslər verə bilərsiniz. Məsəl üçün, mən buradan add member eləyirəm, həmin şəxsin bura e-mail adresini qeyd edirəm, tutaq ki, Nəsibov gmail.com. Okey. Buradan da onun rolunu təyin edirəm. Admin olsun, standart olsun, finance manager və s. rolunu təyin edəndən sonra artıq buradan accessimi verə bilərəm. Accounts hissəsinə gəldikdə biz burada birinci hissədə reklam hesabını yaradırıq. Bu hissədə reklam hesabını yarada bilərik. Məsəl üçün, yeni bir reklam hesabı yaradıram. Okey, davam edirəm. Və buradakı bütün bu biznes info məlumatlarını doldurandan sonra artıq sizin reklam hesabınız yaranmış olur. Bu hissədə isə siz mütləq şəkildə öz TikTok səhifənizi buradan əlavə etməlisiniz. Necə ki, Metada, biznes portfolyoda settings hissəsində Facebook səhifəsini, Instagram səhifəsini, WhatsApp-ı falan əlavə eləyirdik ki, həmin səhifələrə biz reklam verə bilək. Eyni qayda ilə TikTokda da TikTok account-u Business Center-da mütləq şəkildə bura əlavə eləmək lazımdır ki, biz öz TikTok səhifəmizdəki kontentlərə reklam verə bilək. Əks halda yalnız dark post reklamlarından davam edə biləcəksiniz. Amma sırf səhifədə paylaşdığım postları yəni boost post eləmək istəyirəmsə, o zaman öz TikTok səhifəmi bura bağlamalıyam. Assets hissəsində piksel falan yarada bilərsiniz, kataloq yarada bilərsiniz və s. Zaten biz bunları Events Manager hissəsində yaradacağıq. Partners hissəsi isə əgər üçüncü tərəf şirkətlərlə əməkdaşlıq edirsinizsə, o zaman onları da buradan əlavə edə bilərsiniz. Bizə lazım olan digər məqamlardan biri Business Center'da yuxarıda buna Hamburger menyu da deyirlər. Bu hissəyə gəlib buradan Ads Manager-ə keçməkdir.